Salam hörmətli izləyicilərim. Bugün sizə belə həm jilet, jaket, svitrə, papağa, uşaq ədyalına toxumaq üçün həm asan, həm də çox gözəl bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun üçün ilmələr cüt-cüt yığılır. İlmələri nə qədər artırsınız, 2-2 artırırsınız. Sapım da ki 100 qramlıq, 350 metrəlik sapdır. Bu rezinka hissəsində kim necə istəyir elə də toxuya bilər. Bunun üçün belə bir sapımı götürürəm. Bir 20 ilmə yığacağım milin üstünə. Belə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10 ilmek, 11, 12, 13, 14, 15, 16 ilmek də bəs eləyər bizə. Bunu toxumaq üçün buradan düyün atıram. Bu artığını da kəsib çıxarırım buradan. İndi mən burada rezinka toxuyan deyiləm. Bütün ilməkləri hamısını tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Bura düz üzüdür. Tərs üzdən də hamısını tərs toxuyuram. Birinci ilməni götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Buradan yenə bir sıra tərs toxuyuram, düz üzdü. Bir sırada tərs üzdən toxuyuram. Tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Belə bu formada. İndi bura düz üzüdür. Düz üzdən birinci ilməni toxumadan götürdüm. Burada iki ilməni, ikisindən bir ilmek çıxardıram. Yenə də iki ilməkdən bir ilmek. Bütün ilməkləri hamısını ikisindən bir eləyirəm.
Yəni ilməklərin sayı azalır. Bura düz üzüdür. Düz üzdən bütün ilməklərin ikisindən birini çıxardıram. Belə. İndi arxa üzdən o kəsdiyim ilməklərin sayını bu üzdən düzəldirəm. Buradan aradan götürürəm. Buradan keçirdirəm belə. Bu ilməkləri bu üzdən tərs toxuyuram. Artırmadım. Belə. Bu aralardan götürürəm. Aradan götürürəm, sonra tərs toxuyuram. Belə. Bu sırada yenə eyni şeyi təkrar edirəm. Birinci ilməyi götürürəm. Bu iki ilməkdən ikisindən bir dənə çıxardıram. Belə. Axırıncını da tərs toxudum. Kənar ilməyi. Buradan yenə kənardakı ilməyi götürdüm. Buradan yanındakı ilməyi burada artırma eləməmişdim. Kəsməmişdim. Bundan sonrakini götürürəm. Buradan belə. Sonra tərs toxuyuram. Burada axırıncı ilməyi toxunmuşdum. Kəsmə eləməmişdim. Kəsmə elədiyim ilməklərin belə arasından götürürəm. Sonra tərs toxuyuram. Axırıncını da tərs toxudum. Bura indi düz üzüdür. Mən bunu bir dəfə də toxuyuram. 3 dəfə toxumuşam. İstəsəz 3 dəfə, istəsəz 4 dəfə, 2 dəfə də eləyə bilərsiniz. Mən indi bunu 3 dəfə toxumuşam. İndi burada da 3 dəfə eləyirəm. Yenə bir dəfə də 2 ilməkdən bir çıxardıram. Axırda bir ilmək qalır, onu da toxuyuram. Axırıncını da tərs toxuyuram. Arxa tərəfdən ilməkləri hamısını tərs toxuyuram. Yenə burada bir ilmək olduğuna görə kəsmə eləməmişəm. Ondan sonrakini kəsmişəm, ona görə də buradan artırma eləyirəm.
hansını ki kəsmə eləmişəm, oradan artırıram. Artırmaları mili üstə götürmürəm də, bu aradan götürürəm. Burada da kənarı toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi ilmələr hamısı düzdür. Ancaq həmin ilmələri hamısını tərs toxuyuram. Belə. Tərs üzdən də yenə hamısını tərs toxuyuram. Formada. İndi birinci sırada necə eləmişdiksə, 2 sıra düz üzdən, 2 sırada arxa üzdən, tərs üzdən hamısını tərs toxuyuruq. Bir sırada toxuyuram. Bura düz üzüdür. Bir sırada tərs üzündən. İndi bir sırada tərs üzdən toxuyuram. Belə, bu formada belə bir naxış alınır. İndi birinci sırada necə başlamışdıqsa, yenə eyni şeyi təkrar edirik. İndi buradan ikisindən bir eləyib, arxa tərəfdən də artırırıq onları. Sağ olun, gələn videomda görüşənə qədər.